Salam əziz izləyicilərim. Bugünkü mövzumuz broilerlər haqqındadır. 100 dənə broilerə nə qədər yem getməlidir? Bu haqqda danışacağım sizlər üçün. Sadəcə olaraq kanala abunə olursunuz, bu videonu bəyənirsiniz. Kimin nə sualı varsa bacardığım qədər suallarınıza cavab verəcəm. Rasionları, yəni abunə haqqılığı var da. Yəni biz bu işi nəyə görə eləyirik? Pul qazanmaqdan ötürü. Siz də həmçinin pul qazanmaqdan ötürü eləyirsiniz. Xahiş edirəm, məni diqqətlə videoya baxın, anlayın. Ondan sonra yorum yaza bilərsiniz. Kim də istəsə subutlar, hər bir şey var ki, bu hesablamalar düzgün şəkildə aparılır və %95%lik cavabdehliyimiz var Allahın izni ilə inşallah. Keçək. 100 ədəd broiler cücəsində nə qədər yem xərci var və ümumi ağırlıq biz 2 kilo yarım nəzərdə tuturuq. 2 kilo yarımda 400 qramını çıxanda qalır 2 kilo 1 yaxud da 2 kilo. İndi müəyyən qədər fərqliliklər ola bilir. Burada ortalama indi cücədə hər dəfə bu ağırlıqlar olası deyil. Normal çəkilərdə %80% ilə 90% ilə Allahın izni ilə bu çəkilərə tez bir zamanda erişim sağlayacağıq. Bunun üçün isə biz 1,8 ilə hesablayırıq. 2-ni 2,5-i vuranda 1,8-ə bu gəlib 450 kiloqram yemə çıxır və bunu da yenə yuvarlaşdıranda 500 kiloqram yemə ehtiyacımız var bizim 2 kilo yarım gəlməsi üçün. Yox, əgər siz deyirsiniz ki, mənim cücələrim 1 kilo 800 qram olsun, onda 1,8-ə vurub cavab alacaqsınız. O həmən cavabın sayəsində də biz biləcəyik ki, nə qədər yemə ehtiyacımız var. Amma mən burada 2 kilo ilə 2 kilo yarımla nəzərdə tutmuşam, biləsiniz. Burada yenə də maya yemi, yəni başlanğıc yemi, böyütmə yemi və bitirmə yemindən istifadə eləyəcəyik və bu yemləri hamısını özünüzə düzəltdirəcəyik ki, bu yem xərcindən biz azad olaq və azadçılığımız sayəsində öz yemimizi düzəldək, tam şəkildə, orqanik şəkildə bilirik ki, yemə içərisində nələr var, nələrdən istifadə eləmişik və buna %95%lik nağdiyə qaranti verirəm ki, Allahın izni ilə mən dediyim yemi düzəlsəz, öz evinizdə zavod yemini hazırlamış olursunuz. Bunun üçün biz necə bir yol çıxacağıq, yol gedəcəyik Allahın izni ilə. Bizim proqram cəmi cümlədən 60 manat ödəyəcəksiniz. 60 manatın içərisində biz sizə baxılma şəraitini deyirik. Hansı dərmanlardan nə qədər istifadə olunmalıdır gün ərzində və günlərinlə onları deyirik. Onları deyəndən sonra 3 cür yem hazırladırıq. Maya yemi, yəni başlanğıc yemi, böyütmə yemi və bitirmə yemi. Burada protein faizini əsasən 23-24% proteinli yem hazırladırıq və bu da inkişafı sürətləndirir. Yaxşı, bunu necə eləyirik? 60 manatın içərisində siz 15 ədəd, bax bu pangodan alacaqsınız, 15 ədəd pangodan. Alman məhsuludur. Amino asidlər içərisində var. Lizindir, metoindir, trionindir. Bir çox vanilya kimi bunun içərisində vanilli yazılır. Amino asiddir. Çox mükəmməl bir amino asidlərdən bir dənəsidir. Və bunun sayəsində bizim cücələrimiz tam inkişaf eləyəcək və içərisində A, E, D vitaminləri, K vitamini, C vitamini, kalsium, B6 tərkibi bunun içərisində var və 100 qramlıq paketlərdədir. 100 qramlıq paketin bir ədədi 50 kiloqram yemə gedir və 60 manat ödəmək şərti ilə siz 15 ədəd bundan
alırsınız. 15 ədədin içərisində isə rasionda baxılma qaydası, rasionlar 3 cür rasion deyilir və nə kimi bir probleminiz olanda cüzənin baxılma şəraitində Allahın izni ilə biz sizə daimə olaraq köməklik göstəririk ki, bu çətinliyi aşa biləsiniz inşallah. Amma mən dediklərimi birə-bir eləmək şərti ilə heç bir probleminiz olmur. Yem xərcinin aşağı salınmasında isə biz nəyə görə deyirik, öz yemimizi özümüz hazırlayaq. Ona görə yay dövrü gəlir və yayda biz yemimizi stoklamalıyıq. Yemi nə qədər çox stoklasaz, yemi nə qədər çox ucuz qiymətə alsaz, o sizin üçün çox mükəmməldir və nəticələriniz də olacaq. Sadəcə olaraq 050 891 35 35 nömrəsi ilə əlaqə saxlayırsınız. Allahın izni ilə mən sizə rasionları deyəcəm. Broiler üzrə broiler, cücə, kənd cücəsinə baxmaq istəyənlər, bu bizə əvvəlki video kənd cücələrinə, seribislərə və lider 55-lərə aid idi. Burada isə biz 1 kilo 400 qramlıq çəkilər götürmüşdük. Cüzələr üzərindəki 1 kilo 400 qramla satış eləyəcəyik. Orada da 300 kiloqram yemimiz xərclənmişdi. O videoyu da buradan yuxarıdan keçid eləyib baxa bilərsiniz. Mən buradan yenə deyirəm, mən yorumlarda tənqid eləyənlər, artıq əksik yazanlar, sizdən artıq dərəcədə xahiş edirəm. Əgər ağır cavab istəmirsinizsə, yəni çox ağır stresə düşmək istəmirsinizsə, yəni bilin kimə nə yazırsınız. Allahın izni ilə mən bu YouTube kanalını çox uzun zaman da açmışam və sağ olsun bizə inanan müştərilərimiz də var. Hər bir şey tam-tamına açıqlama verilir, izahı verilir, işləyənlər nəticəsini götürür və gəlin bir-birimizə hörmətlə yanaşaq. Bu da mənim peşəmdir. Mən zootexnikəm və mənim çörəyim bundan çıxır. Və bundan çıxdığına görə siz mənə hörmət eləməlisiniz ki, yorumlarda artıq əksik söz yazmayasınız ki, mən də artıq əksik cavab verməyim sizlər üçün. Kim işləmək istəyirsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Cəmi cümlədən 100 ədəd broiler cücəsinə baxmaqdan ötürü 2 kilo yarıma gətirmək istəyirsinizsə 450 kiloqram yemə ehtiyacınız var. Onu da yuvarlaşdırırıq, 500 kiloqramla hesablayırıq və bütün içəriklər Azərbaycan Respublikasının yemlərində hamısı Respublikamızda var. Heç bir şeydən narahat olmayın və %95%lik da nağdiyə qaranti deyirəm ki, əgər siz bizlə işləsəz, siz çox super şəkildə cücə işi ilə məşğul olacaqsınız, ölüm faiziniz aşağı olacaq, cücələrin alınmasında hansı tədbirlər görülməlidir, necə baxılmalıdır, bunlar tam aydın şəkildə sizə izah olunacaq. Video bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Nə kimi bir suallarınız olsa isə yorumlarda yaxud da nömrəmlə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.